İndi çəkəcəyim bu videoya xahiş edirəm bəzi ürək zəif olanlar baxmasın. Mənim sözüm o kəslərdir ki, əmlakımı mənimsəyən, o kəslərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin bəzi məmurlarına, məhkəmə qətnamasını icra eləməyən bəzi kəslərdir. Mən o pulu qazanmaq üçün canımın yarısını qoymuşam. Necə? Baxın. Bax, bir gözümü də mən bu yolda qoymuşam, oturuzunu bağlarım üçün qazanmaq üçün. Amma siz neynədiniz? Onları mənim əlimdən aldınız. Məni 6 ildir süründürürsünüz. Zulümkarsınız, zalımsınız. Biz də məzlumlarıq. Bunu bilin, kişi kişiyə qarğış eləməz. Amma bəzi kəslərdir sözüm. Siz kişi deyirsiniz deyə mən bu sözləri sizə deyirəm. Mən bu çəkdiyim zülmü sizin də bağlarınız çəkəcək inşallah. Mənə verdiyiniz bu zülmü Allah Teala sizə də yaşadacaq inşallah. Çünki zalimin zülmü varsa bunu bilin. Mazlumun da Allahı var. Nə qədər zülümkar olsunuz, nə qədər bu dünya tutub əvvəl axır Allahın ədaləti təcəlli edəcək. Əvvəl axır Allah mənim kimlərinin qisasını sizdən alacaq. Bunun qiyməti 1500-1600 manatdır. Hər il bu dəyişilməlidir. Mənim əmlakımı oğurlamışsınız, məni lümnütdümə olar ki qoymuşsunuz. Mən 8 ildir, 7-8 ildir mən bunu dəyişənmirəm. Allah bu zülmü götürər. Allah sizə bunun 5 qatını yaşadacaq. Bax, mən necə, bax bu zülmlə bu pulu qazanmışam ha. Onu məndən oğurlamışsa, Allah Teala sizin burnunuzdan onu fitir-fitir gətirəcək, darıxmayın. Yenə deyirəm, kişi kişiyə qarğış eləmə. Amma siz kişi deyirsiniz deyə mən bu sözü sizə deyirəm. Kişi kişinin cibinə göz tikməz. Kişinin əmlakına göz tikməz. Şərəfsiz bir qeyrət bu hərəkət eləyərdi. Necə ki Abbasov dadaş və onun əlaltılar kimi, onun tasmasını tutanlar kimi elədi. Kişi dövlətin pulun yiyib, dövlətin büdcəsindən ailəsini saxlayıb, dövlətin qanunlarına təpi atmaz. Həmin kişilərdir mənim sözüm. Əgər kişidirlərsə.